Dünən saat 14 radələrində Şəmkirin Yenəbat kəndində bədbəxt hadisə baş verib. Belə ki, Kür qəsəbə sakinləri 13 yaşlı Elmar Həsənov və 11 yaşlı Emin Abdullayev Sözgedən kəndin ərazisindən keçən kanalda çimərkən Elmar suda boğularaq batıb. Onun meydini aşkarlamaq çətinliklə başa gəlib. Kanalın içərisində kəsici və deşici alətlərin olması dalğıçıların axtarış aparmasına maneələr yaradıb. Yalnız xüsusi nasoslar vasitəsilə ərazidəki su qismən çəkildikdən sonra dalğıçılar hərəkətə keçib. Bu isə təxminən 7 saat vaxt aparıb. Gələndən də yalandan bu boyda millət topbalaşıb. Deyirəm, bax, bunu gətirin. Qəşək suyu töksün oycan, ora atılsın. Onu sonra görə çıxarda bilirim. Tabi axşam olacaq, hava olacaq o. Birdən düşər uşaq, hələ bu uşaq qalıb, düşər qarşı. Suya düşdü, sonra mən də çıxırdım ki, acıma uşaq düşdü, gəlin. O da hami gəldi, dedim onu çıxardın, heç kim yaxın gəlmədi. Mən özüm işləyirəm, işdən gələndə qaz yerlə belə keçəndə gördüm millət yığılıb. Ay şoför qadan qalıb, saxla görək buradan olub, dedilər uşaq batıb, ötdümü dağılmışım, mən getdim. Bir də oraya çatanda dedilər, mən demək istəyəm, müyün yıxılıb. Dola qayıtdım, iş, bax belə. Axşam saat 21 radələrində Elmar Həsənovun meyidi batdığı yerdən bir xeyli aralıda tapılaraq ailəsinə təhvil verilib. Şəmkir rayon prokurorunun köməkçisi Rəcəb Hacıyevin bildirdiyinə görə hadisə ehtiyatsızlıqdan baş verib. Yenəbat kəndi ərazisindən keçən yeraltı su keçidinin yaxınlığından kanalın digər tərəfinə keçmək istəyərkən suda boğularaq ölmüşdür. Görülmüş tədbirlər nəticəsində Elmar Həsənovun meyidi saat 20:30 radələrində su kanalından çıxarılaraq valideynlərinə təhvil verilmişdir. Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, bu kanalda analoji hadisələr tez-tez baş verir.